İşte arkadaşlar karşıma keçə bilərlər. Yəni, Maya xanımızdan ofis proqramlarından sizə məlumat verəcək və bu ofis proqramlarının rolu nədir və siz ümumiyyətlə gənc olaraq ən azından ofis proqramların kompüter sayəsində heç olmasa bilməlisiniz və normal formada orada iş görə bilməlisiniz. Word proqramı, Excel, PowerPoint üzərindən dərəcədə etmişsiniz. İndi Maya xanım burada onların funksiyaları, iş həyatında rolu nədir, onlar haqqında məlumat verəcək ətraflı olaraq. Buyurun, sizə. İlk öncə salamlayıram. Mən Maya İbrahimova, Bakı Dövlət Universiteti magistr dərəcəsində bitirmişəm. Hal-hazırda PhD üzrə hazırlaşıram. Bugünkü təlimimizdə Microsoft Office proqramlarının məqsədi, nə üçün istifadə olunur, hansı iş həyatında lazımdır, bilmək nə dərəcədə vacibdir, bunlardan danışacağıq. Qısa plan kimi qeyd edim ki, Microsoft Office proqramlarını bilmək nə üçün vacibdir, hansı proqramlar daha çox istifadə olunur, hansı məqsədlər üçün istifadə olunur, əsas üstünlükləri nədir və bizim tədris mərkəzimizdə Microsoft Office proqramları kursu hansı formada keçirilir, tədris proqramımız necədir və sonunda nə keçirilir. İlk öncə baxaq Office proqramlar. Office proqramlar iş və təhsil həyatında mühüm rol oynayır. Ən çox iş və təhsil həyatında bizim üçün vazgeçilməz bir fürsətdir. Office proqramlarından Excel, Word, PowerPoint, Access, Outlook ən çox istifadə olunan bunlardır. Amma iş üçün və təhsil üçün daha çox lazım olan əsas üç proqramdır. Hansı ki, Word proqramı, Excel proqramı və PowerPoint proqramı. İlk öncə Word proqramına baxaq. Word proqramının əsas məqsədi nədir? Sənədlərin hazırlanması, redaktə olunması və s. bunlar. Misal üçün, hər hansı bir müəssisədə sənədlərin, rəsmi sənədlərin, dövlət sənədlərin hazırlanması, cədvəllərin hazırlanması, sistemlərin hazırlanması, bunların hər biri Microsoft Word proqramı vasitəsilə həyata keçirilir. Kimlərə lazımdır? Ən əsas tələbələrə, misal üçün, universitetlərdə sərbəst iş hazırlayarkən və yaxud da müəllimlərin, mühazirələrin hazırlanması, seminar dərslərində ən çox sual xarakterli oyunların hazırlanması, ofis işçilərlə, yazıcılara və s. Bütün demək olar ki, işləyən iş üçün əgər hər hansı bir işdə işləmək istəyirsinizsə, ən vacib proqramlardan biri məhz Word proqramıdır. Ofis proqramlarında Microsoft şirkətinin ən sadə, ən bariz nümunəsi məhz Word proqramının özüdür. Sonra Excel proqramına baxaq. Excel proqramı ən çox nə üçün istifadə olunur? Baza məlumatların yaradılması, müxtəlif şirkətlərdə, ofislərdə, universitetlərin, məktəblərin özündə bütün baza məlumatlar Excel proqramıdır. Həmçinin Access proqramında yaradılır. Əvvəl bilirdik ki, hər bir sənədlər kağız üzərində, dosya şəkildə, papka şəkildə saxlanılırdı, onun üzərində işlənilirdisə və yaxud da dərs cədvəllərin qurulması, hazırlanması, bunlar baxmayın kağızın üzərində işlənilirdisə, hal-hazırda Excel və Access proqramı vasitəsilə işlənir. Excel kimlərə lazımdır? Ən əsas müəssisə rəhbərlərinə, iş rəhbərlərinə, məktəb müdürlərinə, müdür müavinlərinə, idarəçilərə, analitiklərə, mütəxəssislərə və s. Bunların hər birinə Excel proqramı vacibdir. Excel Word-ə baxanda daha mürəkkəbdir. Çünki Word-də sadə sənədləri hazırlayırsa, Excel-də sırf cədvəldir. Cədvəli redaktə etmək, cədvəlin üzərində dəyişikliklər aparmaq, baza cədvəli yaratmaq, onun üzərində hesablamalar aparmaq və s. Sonraki əsas proqram bizdə PowerPoint proqramıdır. Yəqin ki, bilirsiniz, təqdimatların hazırlanması əksəriyyətiniz könüllüdür. Könüllüdə daha çox istifadə olunur PowerPoint proqramından. Həmçinin tələbələrə, müəllimlərə, qeyd etdiyim kimi bayaqda Word proqramı nə üçün tələbələrə sərbəst işlərin hazırlanması. PowerPoint-də eyni qaydada sərbəst işlərin hazırlanması, təqdimatların hazırlanması. Həmçinin müəllimlər mühazirə tədris edərkən və yaxud seminar dərslərində dərsin daha maraqlı keçirməsi üçün PowerPoint proqramı vasitəsilə slaytlar, sunumlar, təqdimatlar hazırlayır. PowerPoint-dən əlavə, misal üçün, Canva proqramı eşitmişsinizsə, bunda da sunumları hazırlaya bilərik. Tədris etdikdə PowerPoint-lə yanaşı Canva proqramı da keçirir ki, hər iki proqramda rahatlıqla sunum hazırlaya bilərsiniz. Əsas üstünlükləri burada qısa şəkildə qeyd etdim. Peşəkar bacarıqların artırılması, təhsil sahəsində faydaları bayaq qeyd etdiyimiz kimi məlumatların analiz və idarə olunması, hansı ki Excel proqramında lazımdır, təqdimat bacarıqları PowerPoint proqramı üçün vaxtın idarə edilməsi. Bu demək olar ki, bütün ofis proqramları üçün keçərlidir. Misal üçün, Excel-də hər hansı bir cədvəldir, böyük bir baza cədvəli, hər hansı bir şirkətin cədvəli, biz orada konkret hər hansı bir regiona aid olan nəticəni istəyir və yaxud da bütün işçilərin yekun maaş
maaşını və ya da onların kimin maaşı neçə faiz artıb, azalıb, bunların avtomatik hesablanması hər biri Excel vasitəsilə mümkün. Yəni saniyələr aparır. Halbuki bunu əvvəl vərəq üzərində işlədikdə daha çox, hətta günlərlə vaxt lazım olur bizə. Ona görə vaxtın idarə edilməsi üçün Excel proqramı vacibdir. İş metodi komanda işinin asanlaşdırılması, kadr inşaat və ümumi məhsuldarlığın artırılması. Bu üstünlüklərin hər biri bütün ofis proqramları üçün keçərlidir. İndi tədris proqramımıza baxaq. Qısa olaraq dedik ki, Word, Excel, PowerPoint ən çox istifadə olunan və ən bariz proqramlar bunlardır. Word proqramında hər üçündə ilk öncə tədris zamanı əsas və köməkçi kitabların hər biri tədris olunur. Yəni, bəzən ola bilsin ki, hansısa kurslara getmişsiniz, bəzən olur ki, köməkçi kitablar tədris olunur. Amma bizdə elə deyil. Bütün əsas və köməkçi kitablar nə varsa tam sıfırdan mükəmməl səviyyəyə kimi öyrənirik. Ondan əlavə Word proqramında sənədlərin hazırlanması, redaksiyası, çapı, bunu əyani şəkildə də tələbələrə göstərir. Özləri çap əməliyyatı ilə məşğul olurlar. Sənədlərin göndərilməsi, WhatsApp web, Telegram web və yaxud da mail üzərindən, Outlook üzərindən sənədlərin göndərilməsi, yüklənməsi. Sonra Excel proqramı. Excel dedik ki, cədvəllərin hazırlanması, cədvəllər üzərində iş, pivot table, hansı ki, pivot table mürəkkəb cədvəlləri sadə formaya salır və daha qısa müddətdə bizim istədiyimiz nəticəni əldə edə bilirik. Diaqramların hazırlanması. Şirkətlərin daha çoxunda sırf diaqram üzrə ayrı bir mütəxəssis olur. Halbuki siz bunu Excel bilsəniz, özünüz sərbəst şəkildə diaqramları hazırlaya bilərsiniz. Belə sadə gəlir, əslində diaqramın özü, pivot table'ın özü demək olar ki, sırf bir aylıq proqramdır. Çox ilmişdir. Hesablama əməliyyatları, bayaq qeyd etdiyim kimi, hər hansı bir müəssisədə işçilərin sunmasını, maaşların sunmasını, faizini hesablamaq və s. Bir də funksiyalar. Excel'də 220-dən çox funksiyalar var. Əgər sırf Excel kursuna qoşursanız, bunların hər birini, 200 dənə funksiyanın hər birini öyrənəcəksiniz. Sırf 2-3 aylıq proqramdır. Yox, ümumi ofis proqramları çərçivəsində olanda Excel'də biz iş üçün lazım olan funksiyalar, hansı ki 20, 30, 50 dənə funksiyalar var ki, bunları mütləq 100% bilməlisiniz. Bunları tədris edilir ki, iş üçün sizə daha rahat olsun. Sonra PowerPoint proqramları yenə əsas və köməkçi tabların hər biri izah olunur, təqdimatların hazırlanması, rəng effektləri, hansı rənglər, məsələn, soyuq rənglər var, isti rənglər var, bunları ilk öncə tələbələr nəzərə çatdırılır ki, hansı rəngdən hansı rəngi birgə işlədə bilərsiniz və yaxud da işlətmək mümkün deyil. Mövzuya uyğun keçidlər, yəqin ki, PowerPoint təqdimat hazırlamışsınız, orada keçidlər, animasiyalar çoxdur, amma hər şəklə, hər səhifəyə eyni keçidi və yaxud da tutaq ki, hər hansı bir keçiddən xoşunuz gəlir deyə o keçidi verə bilməzsiniz. Hər birinin qaydası var. Qaydaya riayət olunanda çox möhtəşəm şəkildə həqiqətən sunum əldə etmək olar. Yenə düzgün animasiyalardan istifadə və təqdimatın göstərilmə formaları. Təqdimatın göstərilmə forması müxtəlifdir. Misal üçün, siz 20 səhifəlik bir sunum hazırlamışsınız, istəyirsiniz ki, oradan bəzi səhifələri çıxardasınız. Yəni, hazırlamışsınız, silmək istəmirsiniz, sadəcə təqdimatda göstərilməsin, onların gizlədilməsi və yaxud da 20 səhifəlik sunumdur, qarışıq şəkildə 3 nəfər çıxış edəcək, hər birini ayrı-ayrı bölmə şəkildə birləşdirmək və s. Bunların hər biri təqdimatın göstərilməsinə aiddir. Yəni, qısaca 3 ay ərzində bu 3 proqramı tam mükəmməl şəkildə öyrənə bilərsiniz. Əlavə olaraq Windows əməliyyat sistemi, hansı ki, Windows əməliyyat sistemində kompüter haqqında demək olar ki, ilkin əsas anlayışlardır. Misal üçün, kompüterin dilini dəyişməkdir, ekran şəklinin əlavə olunması, sistemin ayarları və s. qısaca. Bunlar haqqında məlumat olacaq və Word-də də qeyd etdiyim kimi çap əməliyyatı, çapdır, printerdir, scannerdir, laminasiya və s. Bunların hər biri tam şəkildə kursda öyrədilir. Sonda da qeyd edirəm ki, ofis proqramlarını bilmək təkcə iş həyatı yox, təhsil həyatı üçün vacibdir. Siz əgər ofis proqramlarını bilsəniz, yəni elə bir iş olmasın ki, siz orada işləyə bilməyəsiniz. Ali məktəbi bitirməyən belə ofis proqramlarını öyrənən müəyyən müəssisələrdə işə başlaya bilir, işlə təmin oluna bilir. Bizim özümüzdə də əgər bir çox tələbələr də olub, demək olar ki, il ərzində 5-6 tələbəni o formada yola salıram mən. Əgər heç bir ailə təhsili yoxdursa, işləmək istəyirsə, müəllimliyə marağı varsa, 3 aylıq, 4 aylıq ofis proqramlarını yekunlaşdırır və sonunda 2 aylıq müəllimlik proqramı var. Hansı ki, siz sırf müəllim kimi tədris etməyi, hansı metodikalar vasitəsində tədris etməlidir, tapşırıqlar necə olmalıdır və s. Onları 2 ay ərzində öyrənir. 5 ayın sonunda həm təcrübə qazanır, çünki dərslərdə iştirak edir, bütün dərslərdə tələbələrə dərs keçir, təcrübə qazanır. Daha sonra müxtəlif kurslara CV göndərərək ofis proqramları müəllim kimi işləyə bilir. Demək olar ki, il ərzində 5 dənə tələbəyə bu fürsəti verilir. Amma təbii ki, onda müəllimlik bacarığı olmalıdır ki, biz də 2 ay ərzində onu daha da inkişaf etdirək. Dərslərimizin mərhələsində bunu da qeyd edim ki, hər dərs nəzəriyyə də olur, praktikada olur. Misal üçün, saat yarımlıq dərs isə onun sırf biz yarım saatın nəzəriyyə aid edirik. Nəzəriyyə cəhətdən izah edirəm, bütün materialları verirəm,
Mənim öz hazırladığım kitab şəkildə materiallar var. Onları tələbələrə göndərirəm. İstəsəz əlavə qeydlərinizi atarsınız və qalan bir saat sırf praktika. Hansı ki, mən bir nümunə göstərirəm, digərlərini tələbələr özü. Qrupda 4 nəfər, 5 nəfər, 10 nəfər saydan asılı olmayaraq hər bir tələbəyə fərqli yanaşma var. Yəni, kursda var, təşkil olunur, proyektlərlə dərslər tədris olunur və hər tələbənin qarşısında kompüter istəsəz özünüzün və yaxud da kurs tərəfindən təmin olunan kompüterlə işləyə bilərsiniz. Və hər proqramın sonunda imtahanı olur. Tutaq ki, Word proqramında keçdiyi imtahan, PowerPoint imtahan, Excel imtahan, digər ağızdan imtahanla işləmə imtahan və s. Sonra da ümumi imtahan olur və imtahan nəticəsinə əsasən siz bu proqramları neçə faiz mənimsəmisiniz, onu aydınlaşdırır. Əgər imtahanın hamısı hazır deyilsinizsə və yaxud da zəif nəticə göstərirsinizsə, əlavə bir həftə vaxt verirəm ki, sırf o mövzuları təkrar nəzərdən keçirəsiniz və daha sonra imtahanda iştirak edəsiniz. İkincisi də imtahan şansı var. Və materiallardan əlavə daha çox belə edirik. Çünki dərsə gələ bildirir və s. əyani formada onlayn dərslərimiz də olur. Ekran paylaşımı ilə digər kurslardan tamamilə fərqlidir. Ekran paylaşımını edirik. Hər dərs qayd olunur və sonradan sizə göndərilir. İstəsəz özünüz də qayd edib kompüterin yaddaşında saxlaya bilərsiniz. Bununla da bütün dərsləri yenidən izləmə şansınız olur və hətta nə sualınız olursa, misal üçün deyək ki, Excel-də cədvəl sizin üçün çətin gəlir. Təbii ki, hər tələbənin qavraması eyni deyil. Sizə şərait yaradılır ki, onlayn formada başqa qrup, tutaq ki, plan gün, plan saatda başqa qrupun dərsi var. İstəsəz könüllü şəkildə, ödənişsiz şəkildə qoşulur. Həmin dərsi təzədən baxa bilərsiniz və yaxud da öz videolarınız var istəsinə. Materiallar da dediyim kimi mən tərəfdən göndərilir, kurs tərəfindən göndərilir. Video izahlar da həmçinin əlavə videolarda, tutaq ki, Excel çoxdur. Excel-də material daha çoxdur. Sırf Excel özü 2-3 aylıq proqramdır. Amma 3 aylığın içərisində digər OS proqramlarla bərabər keçəndə daha çox mən sizə video şəkildə göndərirəm ki, evdə də istəsəz əlavə olaraq o videolara baxıb özünüz də öyrənə bilərsiniz. Praktika en sayda, yəni bütün şirkətlərin, demək olar ki, dövlət özəl müəssisələrin bütün sənədlərinə aid nümunələri var. Onları işlədirəm. Məsələn, tələbələrdən də tələb edirəm. Tutaq ki, proqramı bitirdilər, hansı bir işə qəbul oldular. Müsahibə mərhələsində onlardan hansı sual soruşulur, hansı tapşırıqlar verilir. Eyni zamanda tutaq ki, Təhsil Nazirliyində işləyən tələbə olub, məktəb direktoru, məktəb direktor müavini işləyən tələbələrimiz, məzunlarımız var ki, onlar hansı sənədi işləyirsə mənə göndərirlər nümunə. Mən artıq öz tələbələrimə onları yenidən işlədirəm ki, tam hazır olsunlar. Yəni, bütün müəssisə üçün praktiki cəhətdən hazır olsunlar. Yəni, sırf praktikaya daha çox üstünlük verilir. Sonunda da təbii ki, şu an sonunda da dediyim kimi imtahan götürüb ümumi sertifikat verilir və orada faiz qeyd olunur ki, neçə faiz mənimsəlisiniz. Başqa etkinizdə nəsə sualı varsa? Proqramları öyrənmək, bəlkə Nəsə suallar var? Bir də olar belə kollektiv şəkil çəkdir. Sonra amma xanımlarla bağlı bir də hədiyyə kimi bir kampaniyamız olacaq. Endirimli məsələn bağlı. Qalarsızlar, yəni 5 dəqiqəlik onu keçirək, gedək. Bir də belə dura bilərik deyən şəkil çəkdirək. Necə?